Yay mövsümündə ən sevilən meyvələrdən biri yaşıl alçadır. Natrium, kalium, kalsium, magnezium, fosfor, həll olunan lif kimi qidalarla zəngin olan alçada C və A vitaminləri və orqanik turşular da az deyil. Düzgün miqdarda yeyilən alça, dəri, ürək, damar, qaraciyər və immun sisteminə müsbət təsir göstərir. Alça A vitaminoozla mübarizə aparır. Alça sağlam qidalama üçün möhtəşəm bir meyvədir və bir çox vacib qidalandırıcı xüsusiyyətlərə malikdir. Alçanın faydaları yalnız ləzzətli dadı ilə deyil, həm də sağlamlığa müxtəlif müsbət təsiri ilə geniş şəkildə tanınır. Onun zəngin C vitamin tərkibi, antioksidant xüsusiyyətləri və qidalandırıcı dəyəri bədəni gücləndirir və müxtəlif xəstəliklərə qarşı qoruyur. Alçanın dəriyə faydası onun yüksək antioksidant tərkibi və C vitamini ilə zəngin qidalar arasında olması ilə bağlıdır. Bu meyvə dərini sərbəst radikallardan qoruyaraq yaşlanmanın qarşısını alır. Tərkibindəki vitaminlər dərinin elastikliyini artırır və nəmləndirici təsir göstərir. Alça qırışların yaranmasını ləngidir və dərinin təbii parıltısını bərpa edir. O, həmçinin dəridəki qıcıqlamaları azaldır və iltihabları müalicə edir. Sağlam dəri üçün qidalar sırasında yer alan alça dəri xəstəliklərinin qarşısını almaqda da təsirlidir. Xüsusilə yaşlı insanlar üçün alça istehlakı osteoporoz riskini azaltmağa kömək edir. Alça sümük toxumalarının inkişafını dəstəkləyərək onların elastikliyini artırır. Alçanın qidalandırıcı dəyəri sümük və əzələ sağlamlığı baxımından əvəzsizdir. Tərkibindəki kalium sümük sıxlığını qorumaq üçün vacibdir və alça bunu təbii bir mənbə kimi təmin edir. Alça tərkibindəki magnezium və təbii minerallarla sinir sistemini dəstəkləyir. Bu meyvə zehni rahatlıq təmin etmək və stresi azaltmaq üçün təbii bir vasitədir. Alçanın faydaları arasında stres hormonlarının səviyyəsini aşağı salmaq və emosional tarazlıq yaratmaq xüsusi yer tutur. Təbii sakitləşdirici təsiri ilə alça yorğun günlərdə rahatlıq təmin edir. O, beyindəki dopamin səviyyəsini artıraraq zehni fəaliyyətləri dəstəkləyir. Gündəlik olaraq alça istehlak etmək həm emosional tarazlığı qoruyur, həm də narahatlıq hissini azaldır. Eyni zamanda alça qan dövranını yaxşılaşdırır və beyində daha çox oksigen çatdırılmasını təmin edir. Bu yaddaşı gücləndirir və konsentrasiyanı artırır.